döyüş bölgelerinde kimin elinde silah gördünüz? Hiç Müdafiə Nazirliğini gören olmadı. Generallar görünmedi. O bir iki tane balaca uşaq var orada. Uşaq kimi çiynlerine pagon takıblar görünmedi. Ne bileyim o Gahbar Xudarov deyirlər, Hikmət Həsənov. Onlarla orta məktəb uşağı qədər onların ağlı varsın, mənə haram olsun. Yani belə baxırsan onların hərbi hissələrində nələr baş verib. Yani general dediğin şey, mən demişəm də, general olan adam, o adam general olur ki, o istənilən məqamda, istənilən anda bir ölkənin, bir millətin taleyini çiynlərinə götürüb, mən bunu çözərəm, həll edərəm iddiasında və iradəsində olan kişilərin adıdır general. Bütün əskərindən, zabitindən tutmuş, hətta onların ailə üzvlərinə qədər hamısının taleyini, öz taleyi bilib, onlar üçün hər cürə şərait yaratmağa iddialı olan, ona cəhd edən, bütün gücünü qoyub, gecə-gündüz bir əskərimin dünən dişi ağrıyırdı. Onun belə yatanda, yuxusunda, yuxusu ərşə çəkisince o əskərin görən diş ağrısı kəsildi mi? O kişilərin adı general. Ya general Mustafa Kemal'ın adı da kişi. Nədir? Kazım Qarabəkir Paşa'nın adıdır general. General Napolyon'un adıdır, general Zhukov'un adıdır, general Rakasovski'nin adıdır. General ne bileyim Kutuzov'un, Suvorov'un adıdır. General ne bileyim indi öz zamanı üçün. General Əmir Teymur'un adıdır, general Çingiz Xan'ın adıdır, Atilla'nın adıdır. General indi olub tarixdə, ne bileyim indi o rütbələr nə vaxtdan yaranıb mən bilmirəm ama bütün zamanlarda döyüşən ordular olub, onlar rəhbərliyə, milyonlarla, yüz minlərlə ordulara rəhbərlik edən kişilər olub. Türk sultanları olub, general. Türk Mehmet Fatih Dadın İstanbul'un alınmasında şəxsən. Adam döyüşdə olub, adam gedib döyüşü. Hindi bu generaldır bu da. Bunun əskərini orada dağ çəkirlər. Bunun əskərinə, zabitinə nəinki qarşısını almır. Öz də gedib onlara qoşulur. Kişi bunlardan general olmaz. Olmaz general. General budur bak. Gördüğün her biri bir generaldır. Ne olsun ki onun çiynində adı yoktur. Yani bir daha deyirəm, general sadəcə bir hərbi rütbə deyil. Elə vaxtı gəldi illər, 10 il, 20 il, 30 il hərbidə oldun. Buna bir general verək geçsin. O general olmur da, o ayrı şeydir. Ama mahiyyətcə, həm də generallıq doğuşdan ana bətnindən gələn şeydir. Yadınıza düşürmü kətlərdə Elçin? O indi belə deyil, Fələnkəsin bir oğlu var deyil, elə bil yaran el gəlir o andan bəri. Gələndə. Yadındadır mı? Bak yani o yani doğuştan anadan, ana südündən, ana bətnindən gəlir. Generallıq elə belə pagona çiynine pagon taxmayan adam general olmaz ki, marşal olmaz ki. İndi hadıyla gəlir İlham Əliyev generallı Simus filan. İndi mən yenə deyirəm, məsələ İlham Əliyev məsələsi deyil, amma görünən bir şeylər var.